Və Vahid müəllim, son olaraq bir sualım var sizə. Buyurun. Siz müharibənin özündə iştirak edirdiniz və hər an ölümlə üz-üzə dayanıb oradan xəbərlər ötürürdünüz. Bugün Azərbaycanda belə cəsur jurnalistlərin yetişdirilməsi üçün müharibə olacağı təqdirdə birbaşa müharibədən məlumatı ötürəcək o jurnalistlərin yetişdirilməsi üçün hansı tədbirlər görülməlidir? Birincisi biz ANS olaraq Azərbaycan burada kurslar keçirdirik və bu kurslar hər il 2 semestrdən ibarət olur və bizim belə peşəkar jurnalistlərimiz var. Digər tərəfdən biz özümüz bu işlə məşğul olanda mən, Seyfullah, Mirşahin, Çingiz o vaxtlar heç bir kurslar yox idi. Sadəcə olaraq bilirsiniz, bu Azərbaycanlının ürəyi elə böyük, elə genişdir ki, onun içində qonaqpərvərlik də var, onun içində istiqanlıq da var, onun içində peşəkarlıq da var və onun içində əzim və düşmənə qarşı hər an cavab verməyə qüvvə də var. Mən sözsüz ki, istəməzdim ki, belə bir şey olsun. Amma düşmənlər bizi bu vəziyyətə gətirib çıxartsalar, sözsüz ki, müharibə başlayacaq və sözsüz ki, biz buna hazır olmalıyıq və sözsüz ki, biz qələbə çalacağıq. Mən ümidvaram 100%. Və həmən anda, inanın mənə ki, belə jurnalistlər özləri peyda olunacaq. Bir Azərbaycan xəritəsinə biz bir səma kimi baxsaq, biz nə qədər orada parlayan ürəklər, ulduzlar görərik. Bunlar hamısı, bu ürəklər, bu ışıldayan ulduzlar hamısı o anı gözləyir. Və o anda biz qəhrəmanlarımızı da görəcəyik, o anda biz gözəl jurnalistlərimizi də görəcəyik, o anda biz gözəl komandanlarımızı da görəcəyik ki, bütün öz vəzifələrini yerinə yetirəcəklər. Bilirsiniz, müharibədə güllə qabağına getmək asan deyil. Bu günlərim kabinetdə oturub gic-gic işlərlə məşğul olan adamlar təəssüf ki, heç bilmirlər müharibə nədir və onlar öz vəzifələrini də heç düzgün yerinə yetirmirlər. Belə olsaydı, cənab prezident dəfələrlə onları tələb etməzdi ki, onlar hərbi sahəyə daha çox diqqət yetirsinlər və yardımcı olsunlar ümumiyyətlə bu hərəkətdə. Belə olan təqdirdə yaxşı olardı ki, bu eğitim, müharibə eğitimi, biliklər, bu kurslar yalnız jurnalistlər üçün yox, əhalinin və peşənin digər sferalarında da elənilsin. Hər bir təşkilatda, hər bir nazirlikdə bu cür bir təlim mərkəzləri olmalıdır və onlar da əhalinin bir hissəsidir və onlar orada işləyən əməkdaşlara hərbi şəraitdə işləməyə hazır olmaq üçün bir təlimlər keçməlidir. Ən azı mənim burada sadaladığım demək sistemlər sırasında düşmən bunu görəndə o da biraz özünü yığışdıracaq. O görəcək ki, xalq birdir, xalq hazırdır və daim özünü hazırlayır. O da bilirsiniz biraz arxaya çəkinməyə məcbur olacaq və o da sözsüz ki, başa düşəcək ki, qarşısında kim dayanıb. Mən inanıram ki, onlar artıq bilirlər qarşısında kim dayanıb və sadəcə olaraq onlar özlərinin bəzi hallarda erməni xalqından danışan, özlərinin aslı olmayan hərəkətləri edirlər. Lakin tarix göstərir ki, Azərbaycan artıq bütün öncədən buraxdığı səhvləri anır və artıq bir də bu səhvləri buraxmağa imkan verməyəcək. Yadınızdadırsa bizim birinci müstəqil respublikamız 23 ay yaşamışdı. İndi isə bizim müstəqil ölkəmiz, şanlı Azərbaycanımız 23 ildən çox yaşayır. Nəyə görə? Bizim ağıllı, uzaq görən rəhbərlərimizə görə, bizim vətənpərvər xalqımıza görə və sizin kimi gözəl jurnalistlərə görə ki, belə verilişlər edirsiniz və xalqa düzgün məlumat çatdırırsınız. Bəli, əslində bu yanan ürəklər dediniz olacaq. Biz ötən yayda şahidi olduq. Yəni həmin cəbhədə intensiv atışma olanda, biz şəhidlər verəndə hamı dedi ki, mən gedirəm cəbhəyə, bütün jurnalistlər. Burada ANS-də hamı dedi ki, mən gedirəm cəbhəyə. Təsəvvür edin, mən etiraf edirəm, mən qorxaq insanım, mən canı üçün qorxaq insanım. Onda dedim ki, müharibə başlasın, mən gedirəm, orada mən əskərləri dedim ki, ruhlandıracam, mən belə reportajlar eləyəcəm. İndi yenə də belə bir hal olsa, hamı istəyəcək getsin.
bütün jurnalistlər istəyəcək getsin. Biz bunun artıq şahidi olduq ötən yay. Onda bu seçim aparılmalıdır. Həmin bu jurnalistlər aparsın, kim gedə bilər? Təlimlər mi olmalıdır? Necə olmalıdır bu proses? Müdafiə Nazirliyinin bu sahədə çox gözəl texnologiyaları var və mən bununla tanışam. Zakir müəllimlə biz dəfələrlə bu barədə danışmışıq. Çox yüksək texnologiyalar var. Müdafiə Nazirliyi bir qurum kimi bu işə hazırdır, hər an hazırdır. O saat pres slujba keçəcək müharibə relslərinə və bu seçim və bu icazələr zaten hamısı artıq, inanın, mən o sənədləri görmüşəm, hər şey artıq yazılıb. Nə gözəl. Yəni, baş komandandan əmr gələn kimi seyflərdən həmən sənədlər çıxacaq və hamı o sistemlə işləməyə başlayacaq. Mən Müdafiə Nazirliyinin işindən heç bir problem görmürəm. Mən istəyərdim ki, digər nazirliklər də öz fəaliyyətində bir növ müharibə şəraitinə hazırlıq görsünlər. Söhbət bundan gedir. Yəni, o ki qaldı müharibə şəraitində işə heç bir problem yoxdur. Və dəfələrlə bizim ulu öndərimiz, rəhmətli prezidentimiz Heydər Əliyev, İlham Əliyev cənabları dəfələrlə çıxışlarında ANS-in vətənpərvər rolunu daim deməli vurğulayıblar. Biz də öz növbəmizdə bir balaca bir müdafiə nazirliyiyik burada, amma deməli pressa sahəsində biz yaranan gündən bu günə qədər məhz bununla məşğul oluruq. Bu günlərim, baxın, zəvvarlara baxırıq, Azərbaycan bayrağı ilə gəzirlər. Məsələn, müğənnilərimizə baxırıq, Azərbaycan bayrağı çıxarırlar. Hardan çıxıb bu? Bu hamısı ANS-dən gələn bir töhfədir. Yəni, demək istəmirəm ki, biz gözəlik, nə bilim, hamı bizə pərəstişik. Xeyr, biz öz vəzifəmizi yerinə yetirirdik. Biz müharibə şəraitində Azərbaycanın hazırlıqsız vəziyyətini görüb, bütün gücümüzü ona sərf etdik ki, Azərbaycan xalqında bu əzmi yaratmağa hansısa bir imkanlar əldə edək, hansısa bir texnologiyalar təqdim edək. Biz də işləyirik, texnologiyalar əsasında işləyirik. Biz də çalışırıq öz xalqımızı düzgün istiqamətləndirək və mən belə görürəm ki, bu günlərin zəvvarlarımız, baxırıq, bütün ölkələrin zəvvarları gedir, məsələn, o daş atmağa, bir dənə Azərbaycanlar bayraqla gedirlər. O nə deməkdir? O deməkdir ki, bu millət artıq bu günlərin döyüşə hazırdır. Öz bayrağına, öz gerbinə, öz himninə, öz prezidentinə sadiqdir və hər an döyüşə hazırdır və hər anda döyüşdə qələbə çalacaq. Döyüş, mən çox döyüşlərdə olmuşam, yaralanmışam, klinik ölüm də görmüşəm. Yəni, bunların hamısı çox bəsit bir şeydir. Bir gün Allah verdiyi həyatı bir gün alacaq. Söhbət ondan gedir ki, onu necə alacaq? Mən bütün həyatım boyu şərəfli ölüm axtarıram. Elə bu günlərimdə. Baxıram Çingizə, baxıram Mübarizə, baxıram digər bizim qəhrəmanlarımızı qibtə edirəm. Ki, axı, niyə onlar belə qəhrəmancasına şəhid olurlar? Mən amma indiyə qədər sağ qalmışam. O da yəqin nəsə bir missiya var. Mən nəsə eləməliyəm. Hələ töhfələr verməliyəm. Bəlkə, inşallah. Amma mən də hər bir kişi şərəfli ölüm axtarır. Biz də istəyirik ki, bu günlərim ANS-in bizə verdiklərinə, cənab prezidentin, Müdafiə Nazirliyinin və ümumiyyətlə regionda olan şəraitin bizə verdiyi bu şəraitdən çıxış yollarını özümüz tapaq və orada suyu bulandıranları başa düşək, nə edirlər onlar, necə suyu bulandırırlar. Bunun üçün də siz daha doğrusu daha çox eğitim verməlisiniz xalqa ki, onlar bilsinlər ki, məsələn, bu hərəkəti eləyəndə Ermənistan bununla bunlar nə demək istəyirlər? Bu hərəkəti edəndə bunlar bununla nə demək istəyirlər? Bunu biləndə artıq onların texnologiyası öz gücünü itirəcək. Məsələn, onlar bizim şəhidlərimizin sayını artıranda nə demək istəyirlər? Onlar bizim şəhidlərimizin sayını artıranda demək istəyirlər ki, bizim əhalimizə demək istəyirlər ki, siz bərbad vəziyyətdəsiz, biz sizin uşaqlarınızı qırırıq. Özlərinkinə demək istəyirlər ki, baxın, görün bizim ordumuz necə güclüdür və biz hamını əzib keçirik. Amma vəziyyət, doğru vəziyyət elə deyil. Doğru vəziyyət elədir ki, biz onların hərbi hissəsini tamamilə ləğv eləmişik raketlər vasitəsilə və bu hərbi hissə hələ indiyə qədər də özünə gələ bilməyib və şəhidlərin sayı çoxdur. Onlar onu gizlədirlər. Bəli, sadəcə olaraq əskər hərbi qulluqdadır. Onun valideynlərini bunlar yaza da bilərlər ki, o şəhid olub, yazmaya da bilərlər. Yəni, onun meydini onlar hələ bundan sonra 3 ayda, 4 ayda saxlaya bilərlər hansısa xaladenliklərdə və onun ailəsi heç nə bilməyəcək. Sonra vəziyyət sakitləşəndən sonra onun meydini, o uşağın meydini göndərəcəklər öz evinə ki, bugün dünənlərim ayağı burxulub, yıxılıb ölüb.
Amma artıq xalqları inanmır onlara. Bəli, Azərbaycandakı Görürük biz sistem elə deyil. Azərbaycanda elə deyil. Azərbaycanda şəffaflıqdır. Azərbaycanda elə şey ola bilməz ki, hərbi hissədə kimsə rəhmətə getsin və xəbər olmasın. Biz özümüz ondan gilələnirik ki, əskərlər mobil telefon vasitəsilə, yəni şəkil göndərilir filan edirlər. Yəni bizdə çox şəffafdır ordu. Ermənistanda kimi qapalı deyil. Vahid müəllim, çox təşəkkür edirəm bu qədər maraqlı və məzmunlu söhbətinizə görə. Təəssüf ki, efir vaxtımız yekunlaşır və mən sizə də minnətdaram. Tamaşaçılarımızın nəzərinə çatdırım ki, qonaqlarımız Ani Şirkətlər Qrupunun prezidenti və hərbi reportyor Vahid Mustafayev, eyni zamanda Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Müseybov. Bir dənə də mən fürsətdən istifadə edib bizim Azərbaycan tamaşaçılarımıza bir ricamı çatdırmaq istəyirəm. Xahiş edirəm hamıdan küçədə, parklarda, ümumiyyətlə outdoorda, həyətdə belə gözəl formada bizim əskərlərimizi görəndə onlara böyük hörmət göstərin. Onlara yol verin, onlara yer verin. Onları hər zaman onlar hiss etsinlər ki, Azərbaycan xalqı onların arxasındadır. Azərbaycan xalqı onları sevir. Bu insanlar qəhrəmandırlar. Bu formanı əyninə taxan adam qəhrəmandır. Onların hamısına bizim gözümüz üstündə yerimiz var. Bizim başımızın üstündə onların yeri var. Biz fəxr edirik ki, bizim bu günlərin belə gözəl ordumuz var və bu ordu inşallah şərəflə Azərbaycanın qələbələrini gerçəklədirəcək. Amin inşallah. Biz də buna ümid edirik və ürəkdən inanırıq. Nigar, məncə sağollaşmağın vaxtıdır. Nigar da mənim kimi kövrəldi, çünki bu mahnını eşidəndə kövrəlməmək mümkün Həm mahnı, həm Vahid müəllim çox gözəldir. Biz əskərlərimizə hiss elətdirməliyik onu. Hörmət eləməli, həqiqətən. Biz ordumuza güvənirik. Və salamat qalın, hörmətli tamaşaçılar. Sabah inşallah yenidən görüşəcəyik. Özünüzə yaxşı baxın. Allah Sabahınız xeyir olsun.